Avropa İttifaqı təmiz suyun keyfiyyətini və çatan olmasını yaxşılaşdıracaq, çirklənmiş çayları təmizləyəcək, yanğın və daşqınlara qarşı mühafizəni gücləndirəcək və istixana qazı emissiyalarından azaldacaq, yeni strateji inteqrasiya layihələrinin həyata keçirilməsinə 86 milyon avro ayıracaq. İki Sahil xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyası rəsmi saytında yerləşdirilib. Rəsmilər bildiriblər ki, 2023-cü il müsabiqəsi çərçivəsində seçilən layihələrə maliyyə ayrılacaq. Onlar Danimarka, Estoniya, Polşa, Sloveniya və İslandiyada həyata keçirilir. Layihələr milli, regional və yerli hakimiyyət orqanlarına milli və Avropa ekoloji və iqlim qanunvericiliyini həyata keçirməyə kömək edəcək. Avropa Komissiyası onlardan, həmçinin Avropa İttifaqının digər maliyyə mənbələrindən əhəmiyyətli əlavə investisiyaların səfərbər edilməsini gözləyir. Bunlara kənd təsərrüfatı, struktur, regional və tədqiqat fondları, həmçinin milli fondlar və özəl sektor investisiyaları daxildir.